Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz inamsevərlər. Müqəddəs Ramazan ayının ilk cüməsində, eləcə də Müqəddəs Ramazanın 7-ci günündə ilahi təslimiyyətimlə qəlbimdən süzülüb gələn ən səmimi dualarımla əl qaldıraraq belə dua edirəm. Allah Teala hər birinizin oruç və namazlarını qəbul etsin. Qoy bu müqəddəs və mübarək gündə oruç da tutmayan, namaz da qılmayan, ancaq Quran-ı Kərimin nazil olduğu bu aya ehtiram bəsləyən, rəğbət bəsləyən, yardımlaşan, paylaşan, iftar süfrələri təşkil edən, müqəddəs şəhid doğmalarını ziyarət edən, eləcə də Allahın aslanları kimi düşmənin üzərinə şığıyaraq qəhrəmanlıq səlnaməsini yazan, Qarabağ qazilərini ziyarət edən, hər bir kəsin etdiklərini Rəbbim öz dərgahında bu əziz gündə, Quran ayında, ibadət qismində, öz dərgahında savablarına yazsın. Bəli, yenə də Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə Ramazanın fəzilətlərini sizlərlə bölüşmək üçün inamın işığında görüşünüzə gəldik. Bu görüşü bizlərə sonsuz mərhəmətindən lütf edən, canımız qüdrəti əlində olan Rəbbimizə sonsuz həmd sənalar və şükürlər olsun. Bu arada xanım redaktor mənə bildirir ki, artıq İnamın YouTube kanalına və digər sosial şəbəkələrə canlı qoşulmuşuq. Oradan da bizi izləyən hər bir kəsə salam və dualarımı göndərirəm. Elə isə dərhal qonaqlarımı təqdim etmək istəyirəm. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdürü, ilahiyyatçı alim, məncə bunları sadalamaq o qədər ehtiyac yoxdur. Ölkədə milli, mənəvi dəyərlərin, dini dəyərlərin, vəhdətin, bilik və bərabərliyin cəmiyyətə, topluma, Azərbaycan gəncliyinə aşılanması yolunda layiqincə mücadilə verən aydınlarımızdan Əhməd müəllim Niyazov. Əhməd müəllim, xoş gəldiniz. Hər vaxtınız xeyir olsun. Uca Tanrıya çox şükürlər olsun ki, o Quran-ı Kərimdə bizə bildirir ki, Əuzubillahiminəşşeytanirracim, Bismillahirrahmanirrahim. Və təzəvvədu, azuqə əldə edin. Sən axirət yolcususan ey insan. O azuqə əldə etmək üçün ən gözəl mühit mövsümdəyik. Bu mövsümümüz xeyirli olsun. Gözəl bir dua oldu. Digər qonaqlarımı təqdim etmək istəyirəm. Mən baxıram Qəzənfər müəllimə, Qəzənfər Abbasova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, əməkdar müəllim, bunları çox sadalamayacağım. Bir söz söyləyəcəm, muğamı xatırladan ustad. Yəni, söz adamları mənə bağışlasın, az çox deyir, bilirsənsə danış, ibrət alsınlar, bilmirsənsə sus, adam salsınlar. Mən zaman-zaman susuram, amma bəzən də fikirləşirəm, aparıcı və müəllif olaraq mənim də danışmaq uyğun var. Və Azərbaycanda bir neçə nəfər var ki, milli mədəniyyətimizdə muğam biliciləri içərisində, onlar həqiqətən də bizə milli kimliyimizin bir damlasına çevrilən muğamı xatırladır. Onlardan biri də mənim dəyərli qardaşım, Ustad Qəzənfər müəllimdir. Xoş gördük sizi. Çox sağ olun, təşəkkür edirəm. Bu gözəl gündə, bu cümə günündə hər birinizi, hər bir oruç tutub namaz qılan hər bir kəsə öz salamımı çatdırıram və bütün xalqımıza, xüsusilə də cəbhə zonasında olan əskərlərimizə salamlarımızı çatdırıram, qazilərimizə, hər birinə. Allah Teala o gözəl nurundan onlara pay versin və Ramazan ayımızda mübarək olsun, cüməmiz də mübarək olsun. Allah razı olsun. Mən istədim heyəti də özünüz təqdim edəsiniz. Bəli, mənim iş yoldaşım, mənim konsertmeisterim uzun illər İlhamiz İsmailov bizi bugün tarda müşahidə edəcək. Eyni zamanda Kamançada da Mərkəz Əliyev Milli Konservatoriyanın müəllimi, ustad kamança çalanlarımızdan biridir. Müşahidə edəcəklər bizi. Biz də bəxtəvərik ki, bugün milli mənəvi dəyərlərimizin işığında artıq illərdir və bu ildə ardıcıl olaraq sənət adamlarını, mədəniyyət adamlarını, ilahiyyat elminin biliciləri ilə bir arada xalqımıza xidmət yolunda nurlarını birləşdiririk. Çox gözəl. Allah bu nuru xalqımıza, dövlətimizə çox görməsin. Elə isə Quran anıdır. Qoy söz Quranın olsun. Qoy üzərimizdə ən çox haqqı olan
müqəddəs şəhidlərimizin əziz ruhları anılsın. Qoy Quranın və şəhidlərin şəfayəti Allahın özünün ərşdə seçdiyi Qarabağın xilaskarı, Qarabağın Fatihi İlham Əliyev cənabları olmaqla yenilməz ordumuzun, rəşadətli ordumuzun, qəhrəman qazilərimizin, mübarək şəhid doğmalarının və bu an sosial şəbəkələrdə bizi izləyən, ekran qarşısında bizi izləyən, bax sizlərin üzərindən əksik olmasın. Niyyət bəllidir, bilirsən inamın işığında. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, ümummilli liderimiz, milli mənəvi dəyərlərimizin, dini dəyərlərimizin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş Ulu Öndər Heydər Əliyev cənabları başda olmaqla bu xalqın, dövlətin mədəniyyət sayəsində, səhiyyə, fərq etməz, öz peşəsində sədaqətlə xidmət göstəriblər və haqqın dərgahına qovuşublar. Bir də həmişə mən mi deyəcəm, arada siz də deyin, bu an ekran qarşısında bizi izləyən və hər birimizin vəfat edənlərimiz var, nigaran ruh sahibləri var. Onlar üçün də niyyət edək. Qoy dualarımız ərşə ucalsın. Qoy ərşdə Allah dualarımıza ol desin. Niyyət bəlli, hədəf bəlli. Elə isə ya Allah, Bismillah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ما كان على النبي من حرج فيما فرض الله له سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله وكفى بالله حسيبا ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما تحيتهم يوم
وأعد لهم أجرا كريما يا أيها النبي إنا أرسلناك شاهدا ومبشرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا ولا تطع الكافرين والمنافقين ودع أذاهم وتوكل على الله وكفى بالله وكيلا صدق الله العظيم. Salam olsun könüllərin sultanı, axırın və əvvəlin seyyidi, İslamın günəşi Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əhli beytinə. Salam olsun dörd xəlifiyə. Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Bir də salam olsun Allahın adı çəkiləndə qəlbi titrəyənlərə. Allahın sağlıq və salamı olsun qəhrəman Qarabağ qazilərinin üzərinə. Bir də salam olsun Allahın sağlıq və səhhəti olsun hər birinizin üzərinə. O kəslərin ki, bizə dəyər verirlər, bizi izləyirlər, İslamın doğrularını, Ramazanın fəzilətlərini inamın işığında mənimsəyirlər. Allah səsinə, nəfəsinə, elminə güc versin. Ustadın yanında birazca cəsarətlənmişdin. Arxan bağlıydı, daha görürdün, təbəssüm edirdi. Buna görə səni təbrik edirəm. Çox sağ ol, var olasan. Allah şəhidlərimizi, mübarək ruh sahiblərini xəbərdar etsin. İcazənizlə dərhal sponsora keçid edək. Çünki minlərlə suallarımız var. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət qalbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan qalbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət qalbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət qalbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət qalbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə Allahdan bol ruzi təvəqqə edirəm. Bəli, əziz ustadlar, İnamın işığında bir daha sizi bu tablonu görməkdən məmnunam, bu vəhdəti görməkdən məmnunam. İlk sualı özüm ünvanlamaq istəyirəm. Bu minlərlə izləyicilərimiz haqlarını halal etsinlər. Biz Ramazanda axirət acıqəmiz üçün daha çox çalışmaq üçün nələrə hakim kəsilməliyik, nələrə daha çox diqqət etməliyik. Çünki biz axirətə iman gətirmiş şəxslərik ki,
iman və təqva heysiyyatı ilə, yorulmuş könül sahibləri ilə gün çıxandan gün batana kimi oruç tuturuq. Orucun da bir ədəbi var. Buyurun, söz sizindir. Əlbəttə. Hər şeydən əvvəl ifadə edim ki, demək Peyğəmbər sallallahu aleyhi və səlləm insan dünyadan köçdükdən onun qəbrə qədər 3 şey onunla bərabər gedəcəyini deyir. Bunlar ailəsi və dünya malı və eyni zamanda əməlləri onunla birlikdə qəbrə qədər gedəcəkdir. Ancaq onun dəfn etdikdən sonra əməlləri özü ilə bərabər qalacaq, ancaq ailəsi və dünya malı geri qayıdacaqdır deyir. Yəni bizimlə əbədi aləmə aparacağımız əlbəttə bizim azuqəmizdir. Bu azuqə üçün demək Ramazan bir fürsətdir. Bu baxımdan biz Ramazan ayına həm də fürsət ayı deyirik. Bu fürsət ayı ona görədir ki, bəli, Ramazanda insan nöqsanlarını tamamlamalı. Ümumiyyətlə, oruç ibadəti zaten həm ictimai, sosial, həm psixoloji, eyni zamanda demək tibbi cəhəti olan, iqtisadi cəhəti olan çox şaxəli bir ibadətdir oruç. Oruç hər şeydən əvvəl də insanın əxlaqi cəhətdən kamilləşdiyi. Biz həm bədən üzvlərinə oruç tutdururuq, eyni zamanda dediyimiz sözün belə orucumuza təsiri var. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, oruç tutan bir şəxs pis söz danışmasın, söyüş söyməsin. Hətta onunla ağız dalaşına girən olarsa ona desin ki, mən oruçluyam. Əxlaqi kamillik ayıdır. Bu baxımdan həm əxlaqən kamilləşir, Allahın istədiyi o Qur'an-ı Kərimin ifadə etdiyi üsve-i həsənə. Peyğəmbər sallallahu aleyhi və səlləmdə sizin üçün gözəl nümunə vardır. O gözəl nümunəni biz əldə etmək üçün diqqət etməyimiz lazımdır. Nəfsimizə biz oruç tutturaraq, əlbəttə biz səbirli davranaraq, bizdəki o oruç məşəli ilə, oruç sanki bizim həyatımızın qabağı, deməli, qaranlıq bir gecədə bizim yolumuzu aydınladan oruç bir məşəldir. O oruçla biz, o oruç məşəli ilə biz nələri əldə etməliyik ki, ahirətdə bizimlə bərabər davam etsin. Dosta aparacağımız azuqə əldə edirik biz. Çünki Allah ni'məl vəkil, ən gözəl dost Allah'tır. Biz Allah'a gedəcəyik və Allah'a gedərkən nəyi aparacağıq? Doğru. Onun sualına oruç ibadəti ilə cavab axtarır ki, Mevlana Celaleddin Rumi deyir ki, ey könül, sən Allah'a gedən yolda səfərdəsən, dosta gedirsən, dosta nəyi aparacaqsan? Dostun yanına əli boş getmək olmaz. Bilirsiniz, mən sual qoşmaq istəyirdim. İzləyicilərimiz haqlarını halal etsin. Belə gözəl bir başlanğıcdan sonra niyə tamamlanmasın? Ustadım, xahiş edirəm. Buyurun, inşallah. Hər şey gözəl olar. Allah razı olsun. Ömrünüz, gününüz gözəl olsun. Təşəkkür ederim efendim. Mehri salmazsan mənə, rəhm eyləməzsən bunca kim Saya tək sevdayı zülfün payımal eylər məni Yar ey, yəcəyəz məni Aman, aman, aman
Heyret eybüt Heyret eybüt suretin gördükdə lal eylər məni Sureti halım görən surət xəyal eylər məni Mehri salmazsam mənə Mehri salmazsam mənə Rəhm eyləməzsəm bunca kim Sayə tək sevdayı zülfün Payimal eylər məni Ya Zəf-i tale mani tofik olur hər necə kim İltifatın arzu məndi büsal eylər məni Mən gəda sən şahə yar olmaq yox Amma neyləyim Arzu sərgəşdi Fikrimə hal eylər məni ay dad ay aman ey aman Gəda sen şahə yar olmaq yox Amma neyləyim Arzu sərgəşdi Fikrimə hal eylər məni Tir qəmzən atma ki Qəmzən atma kim bağrım dələr, qanım tökər İqdi zülfün açma kim, aşüftə hal eylər məni Tir qəmzən atma kim, bağrım dələr, qanım tökər əman Tir qəmzən atma kim bağrım dələr qanım tökər İqdi zülfün açma kim aşüftə hal eylər məni Dəhri vəqf etmiş məni növrət cavanlar eşqinə Hər yetəm məhvəş əsiri xəttü xal eylər məni Ey Füzuli qılmazam tərki təriqi eşqi kim Aman aman yar aman aman ah yar aman aman Ey Füzuli qılmazam tərki təriqi eşqi kim Bu fəzilət daxili əhli kəmal eylər məni Aman 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 Yar aman 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 Yar 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 aman Yar 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 aman Yar yar Yaziz mənim Sen benim öz sevgilim öz nazlı yarım
görcək gedər əldən ixtiyarım. Səni görcək gedər əldən ixtiyarım. Gəl dərək gülləri dinlə bülbülləri, dinlə bülbülləri ey nazlı yarım. Gəl dərək gülləri dinlə bülbülləri, dinlə bülbülləri ey nazlı yarım. Gəl dərək gülləri dinlə bülbülləri, dinlə bülbülləri ey nazlı yarım. Gəl dərək gülləri dinlə bülbülləri, dinlə bülbülləri ey nazlı yarım. Əhsən, çox təşəkkür edirəm. Hər birinizə minnətdaram. Siz oxuduqca mən düşünürdüm ki, uşaqlığımda radioda səslər vardı. O səsləri çox arzuluyordum. Rəhmətli yanam deyirdi ki, indi Allah rəhmət etsin. Allah keçmişlərinizə rəhmət etsin, radionu açın. O klassiklərdən gedir söhbət. Bəli. Bugün məni o anlara qaytardınız və inanıram ki, ekran qarşısında iftara doğru 100 minləri də səsinizin seyrində, o ağışında apardı və mən sözdən qorxan bir adamam. Özümü idrak edəndən, dərk edəndən ustadım. Sözün ağırlığından tək deyil, bir hərfin ağırlığından belə qorxdum və boşuna da söyləmədim. Muğamı xatırladan adam, sağlığında deyilən bir sözdür. Haqq etmişsiniz. Allah sizlərdən razı olsun. Təşəkkür edirəm, var olasınız. Biri siz bir yerdə ki, Allahı xatırladacaq, bir yerdə ki, sənin iman nuruna tətikləyici güc qatacaq, bunun nə hepsi? Allah Mehriban xanımdan razı olsun. Muğam bütün dünyada artıq tanınır. Vaxtı ilə muğam deyəndə televiziya kanalları vardı ki, neçə illər bundan öncə o qədər də buna ehtiyac yoxdur söyləyirdilər. İndi isə sıraya dayanılıb ki, bax belə sənət adamlarının, belə ustadların, çünki insanların mənəvi dəyərlərə bağlanması Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi deməkdir. Biz bunu 44 günlük müharibədə gördük. Ona görə belə ustadın varlığı düşünürəm ki, Azərbaycanın tək mədəniyyət sahəsi deyil, elə dini sahəsi üstündə Füzulidən oxudu, kimdən oxudu? Bəli. Məkanı cənnət olsun, ruhu şəfa etsin. Təşəkkür edirəm, var olasınız. Çox sağ olun, var olasınız. Buyurun, buyurun. Buyurun. Suallardan qəbul edəkmi? Bəli, bəli, əlbəttə. Buyurun. Salam əleyküm. Mən hər kəsi salamlayıram. Mənim də bir sualıma aydınlıq gətirərdiniz. Deməli, sualım budur ki, biz inşallah sözünü deyirlər ki, onun əvəzinə Allah qoysa demək lazımdır. İnşallah sözünü demək lazımdır. İnşallah sözünü ad da qoyurlar da. Bu sualıma bir aydınlıq gətirərdiniz də. Allah razı olsun. Hər şeyi başa salırsınız, deyirsiniz, düz yola istiqamətlendirirsiniz bizi. Allah razı olsun. Təşəkkür edirəm. Dövlətimizdən, qalib sərkərdəmizdən, hər birimizdən Allah razı olsun. Çünki dünya ölkə olan Azərbaycanda Qəzənfər müəllim, əgər bu dəyərlərin təminatçısı qalib sərkərdəmiz özü olmasaydı, Seyid Cəmal bir dəqiqə belə canlı efirdə ola bilməzdi. Ona görə ən böyük təşəkkürləri mən ona ünvanlayıram. Bu Əhməd müəllim. İnşallah Quran ifadəsidir. Bəli. Necə ki biz Allah sözünü deyirik, Allah elə Quranın bizə öyrətdiyi, vəhyin öyrətdiyi sözdür, Rəbbin adıdır. İnşallah sözü də Quran-ı Kərimdə Uca Allah bizə buyurur ki, وَلَا تَقُلْ لِشَيْءٍ اِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدَى اِلَّا inşaallah. Sabah veyahut da bu işi gelecekte göreceğim dediğiniz zaman ancak onu belə deyin. İnşallah. Eğer Allah isterse Allah benim muradıma, özünün iradesine uygun. Allah geleceğim için benim hayrime isterse eğer inşallah bu işi göreceğim deyin. Yani bu inşallah deyin sözünü ile Allah bize teklif edir. Allah bize buyurur. Bunun Azerbaycan Türkçesindeki ifadesi Allah koysadır. Hansını dese yeri var ancak ifadenin özü inşallah sözü Kur'an ifadesidir. Onu demek daha hoş olur. Tamıdır. Elbette. Bir de söyledi ki adam adı da qoyulur inşallah. Buna münasibət necədir? Bizde Azerbaycan'da maşallah, inşallah kimi adlar da koyulur ki herhangi bir problem yoktur. Qəbahəti yoxdur. Qəbahəti yoktur. Təşəkkür edirəm. Allah razı olsun. Ramazanda sizin ruhu məqamınız necə olur?
dirçəlişi? Çox gözəl. Mən hal-hazırda yəni indi biraz pəhriz saxlayıram, düzdür. Şəkər xəstəliyi ilə bağlı olaraq Allah şəfa versin. dözə bilmirəm. Ona görə Tam üzr amma mən istəyirəm. çox uzun müddət Ramazan aylarında hələ biraz da qabaqcadan oruç tutardım. Allah Və qəbul çox etsin. elə o vəziyyətdə də mən gündə 6 saat, 7 saat dərs keçərdim oxuya da. Yəni mən peşəm ancaq oxumaqdır. Və heç bir təsir olmazdı. Mənfi heç bir təsir olmazdı. Yəni o sağlamlıq vaxtlarında. Düzdür, indi də yaxşıyam. Yəni belə pis təsir Maşallah. eləməsin. Allah nəzərdən Amma qorusun. sağ olun. O səsə əksinə çox xeyir eləyir. Çox xeyir eləyir səsə. Və mən düşünürəm ki, oruç tutan xanəndələrimiz də çoxdur, müğənnilərimiz bəli. çoxdur, həddindən çoxdur. Biz dəvət edirik onları. Elədir, hə. Ona görə də mənə elə gəlir ki, çox xeyir olar. Əksinə, onların səsinə də yaxşı təsir eləyər və necə ki, oruç tutanların sağlamlığı da daha yüksək səviyyədə olur və inşallah kəlməsinə bir dənə əlavəm var. Buyurun. Yəni biz başa düşdüyümüz səviyyədə üzr istəyirəm alimlərimizdən. Estağfurullah. Və inşallah deyəndə mən inşallah deyirəm. Allah inşa edəcək hər şeyi deyirəm. Mən bunu belə qiymətləndirirəm və bizim ən böyük Məntiq də var da dediyində. dünyəvi alimimiz olan, bütün dünyada məşhur olan Lütfüzadə bütün işləri, Allah ona rəhmət eləsin, işlər görən zaman Amerikada ingilislərin arasında, Amerikalıların arasında nə iş görərmişsə, elə sonda deyərmiş ki, inşallah. Onu da rəhmətlə dualarımızla alırıq. Bəli, o sözü deyərmiş, onlar deyirmiş, bu kəlmə nə kəlmədir görəsən ki, daimi Lütfüzadə hər işin sonunda deyir inşallah. Bu işi görərik, deyir inşallah görər. Hər bir kəlmənin başında. Yəni, bu da elə Allaha sığınmaqdır, belə Allahın lütfü ilə inşallah ki, hər iş başa gəlməsini arzudur. Allah razı olsun. Bu arada elə yaddaşıma yaxşı ki, gətirdiniz Lütfüzadəni dedikdə. Bugün həm də yaddaşlardan silinməyəcək, mənəvi dəyərlərimizlə bağlı, Türk dünyasının sevimlisinə çevrilmiş Qənirə xanım Paşayevanı da bugün anmaq, çünki onun bugün həm də doğum günüdür. Onu anmaq, onu rəhmətlə anmaq, özümə, əziz bacımızı rəhmət və dualarla anmağı özüm üçün borc bilirəm. İnşallah ahirəti xeyirli olsun. Çünki o da vətəninə, dövlətinə, bayrağına sevdalı bir aşiq idi. Buyurun xanım redaktor. Selamun aleyküm. İlk növbədə Sayed Cəmal müəllimi və onun qonaqlarına salamlayıram. Onlara təşəkkür etmək istəyirəm ki, onlar verilən bütün suallara elmi cəhətdən cavab verir və xalqı maarifləndirirlər. Sualım budur ki, keçən il orucun 18-ci günündə mən oruç tutmağa başladım. Axıra qədər plus 6 gündə şəffal orucu tutdum. 17 gün qaza orucum qalıb. Bu iki Ramazan orucu, indi oruç tutan Ramazan orucundan sonra həmin 17 gün tuta bilərəmmi ya yox? Təşəkkür edirəm. İnsanlar artıq yad televiziya kanallarına baxmırlar. Azərbaycanın insanların dini duyğularını istismar edən kanallara baxmırlar. İnamın işığında Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərini dinləyirlər, izləyirlər, onların dedikləri, verdikləri fətvalara belə deyək, inanırlar. Buyurun, söz sizindir. Ramazan ayından qalan tuta bilmədiyimiz orucları Ramazan ayından sonra əlbəttə qəza etməliyik. Burada iki yanaşma var. Bəzi alimlər deyirlər ki, Ramazan bu ilə aid bir ay olduğu üçün yaxşı olar ki, bu Ramazandan qalan oruçları gələn Ramazana qədər qəza edib bitirəsiz. Bu da var. Gələn Ramazana qədər bitirmək şərtdir deyənlər olsa da, ancaq ki, əgər vaxt imkan çatmazsa, o Ramazandan sonra da həmin qəzaya qalan oruçları, borçları, bayramdan sonra da tutmaq, yerinə yetirmək mümkündür. Ancaq bir şeyə diqqət etmək lazımdır ki, Ramazan ayında təkcə o Ramazanın orucu tutulmalıdır. Hər hansı bir qəza, müstəhəb başqa oruçlara yer yoxdur Ramazan ayı içərisində. Mükəmməl bir cavabdır. Mən hər dəfə belə bir dua edirəm, canlı efirdə sizdə olduqda. Allahdan diləyək ki, qəzalarımız cəza ilə əvəzlənməsin. YouTube kanalımızdan Dilqam Əhmədov adlı izləyicimiz yazır ki,
sigaret tütsüsü oruçlu insanı vurarsa bu oruca batil eder mi? Xeyr, batil etmez, çəkinmək lazımdır. En azı oruçlu adamın yanında məncə insanlar da belə deyək ki, nəfslərinə hakim olmalıdır. Bəli, oruçlunun yanında da diqqət ediləcək ədəb ərkan vardır. Ona da digərləri riayət etsələr daha yaxşı olar əlbəttə. Bəli, digər izləyicimiz orucun pozulmasın deyə mən dəstəmaz aldıqda ağzıma su almıram deyir. Biz xırda detallara qədər varırıq Qəzənfər müəllim. Bəli. Bəli, çox gözəl. Oruçlu ibadət etmək üçün əlbəttə dəstəmaz alır. Dəstəmaz alarkən ağza su aldığı zaman o ağızdakı islaklığın, ağızdakı yaşlığın udulması orucu pozmaz. Düzdür. Ağza su aldığı zaman o suyu qaytaracaq ki ağzı yumuş olsun. Ama qaytardıktan sonra ağızdaki o nemlik, ıslaklığı bir udgunmak orucu pozmur. Təşəkkür edirəm. Buyurun xanım redaktor. Salam, axşamınız xeyir. Hamınızı salamlayıram. Allah orucunuzu qəbul etsin. Qəbul edilənlərdən etsin inşallah. Seyid, bir sualım var sizə. Biz qara bayramlıq vermək üçün rayona getməliyik. Oruç tutmuşuq da. İndi yol getmək üçün bilirəm, oruç tutmaq olmaz deyirik. Amma biz orada qara bayramlıq günü oruç tuta bilərikmi? O suala cavab istəyirəm, xahiş edirəm. Təşəkkür edirəm Əhməd müəllim. İcazənizlə Qara Bayramla bağlı biz ideoloji, bu mənəvi, dini maarifləndirmə işində biz çalışırıq ki, hətta biz buna cəhd edirik bir layihənin müəllifi kimi. Bu ənənə pis deyil. Xalqın adət-ənənəsi var. Bu adın qoyuluşu düz deyil. Çünki İslamda Qara Bayram anlayışı yoxdur. Amma xalqımız məsələn, Ramazan bayramından elə bölgələr var ki, bir gün əvvəl elə bölgələr də var ki, bayramın səhəri vəfat etmiş əzizlərini ziyarət edirlər. Müqəddəs şəhid doğmalarını. Bu çox gözəl bir ənənədir. Və Azərbaycan xalqının özünə məxsus milliləşmiş bir adət-ənənədir. Amma mən düşünürəm ki, bir şəxsşünas kimi də açıq üzr istəyirəm, əfrinizə sığınıram. Mən düşünürəm ki, bu adın bəlkə də zamanla dəyişilməsinə nail olmalıyıq, ideoloji baxımdan sizdir, bizi elə məhz bu tribunadan istifadə edərək. Bəlkə də Qara Bayramı ziyarət günümü deyək və yaxud da ki... İnsan hüzünlü ola bilər, ancaq bayramın qarası olmaz. Yəni, İslamın gətirdiyi qaydalar içərisində çünki Qara Bayram anlayışı Qəzənfər müəllim yoxdur. Yoxdur, yox. Yəni, biz nə edək? Buyurun, cavablandırın. Bayramın qarası olmaz. Elədir. Bu Qara Bayram sözü əfsus ki, dilə yerləşmiş müəyyən şivəyə də dönmüşdür. Bayram bayramdır. Bayram kimi keçirilməlidir. Əlbəttə, bayram hüzünlü ab-havada keçirilə bilər, ancaq ki, bəzisi yaxınını itirmiş ola bilər, bir bəlaya düçar olmuş olar. Bu, hüzün ifadə edən yerdə ancaq həmin bəla və yaxud da ki, ayrılıq, hüzünlə əlaqədar olaraq bayrama qara demək absurddur. Ağla qaranı siz necə bir yerdə ifadə edə bilərsiniz? Bayram kimi keçirilməlidir. Buradan əgər suala gəlsək əgər, demək gedəcəyi yerdə əlbəttə oruç tuta bilərlər. Hətta belə deyək ki, ayədə mən kənə minkum alə səfərin məridən kim səfərdə olarsa fəiddətun min əyyəmin uxar, digər günlərdə də o səfərdə olduğu zaman oruç tutmaya bilər. İcazə vardır. Həmin tuta bilmədiyi oruçlarda digər günlərdə tuta bilər. Digər görüşlərdə münasibət necədir? Məsələn, cəfərlikdə necədir? Mən tolerant aparıram. Bəli. Cəfərlikdə əgər tezdən səfərə gedəcəyini axşamdan niyyətlənmişsə əgər, o səfərdə oruç tutmamalıdır. Tutarsa orucu sayılmaz. Ona da diqqət edin. Mən istəyirəm bu görüşləri vəhdət halında daşıyaq və inan verilişi Allahın sayəsində hətta sizlər başda olmaqla bizlər bunu bacardıq. Çünki Azərbaycanda vəhdətin, birlik və bərabərliyin qorunması, mühafizə olunması bizi tarixi zəfərə götürdü, Qarabağa götürdü. Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına götürdü qalib sərkərdəmizin rəhbərliyi ilə. Və mənim bir yazım da vardı, o zaman xəbər saytları vermişdi. Səngərdə hansısa bir əskər və zabitimiz, qardaş, sən hansı cəmaatdansan soruşmadı, sən hansı təriqətdənsən, sən hansı məzhəbdənsən soruşmadı. İnancı ilə, imanı ilə qalib sərkərdənin əmrinə tabi olaraq bu vətən üçün çoxu qanı ilə, canı ilə
şəhid oldu, çoxu qazi oldu. Ona görə istəyirəm bu vəhdəti biz qiyamətə qədər Əlbəttə. bizdən sonraki nəsillərdə qorusunlar. Var olasınız. Tələsmirsiniz, ustad? Yox, yox. Qardaşlar, sizlər necə? Allah qorusun. Buyurun. Allah sizləri qorusun. Onda suallardan birini də qəbul Bəli, edək. bəli, buyurun. Buyurun. Salam, hər vaxtınız xeyir. Allah tutduğunuz, orucu etdiyiniz duaları qəbul etsin inşallah. Allah razı olsun hər birinizdən. Mənim belə bir sualım var. Mən orucluq daxil olandan, Ramazan ayı daxil olandan orucun ilk gününü tutmadım. Həkimə getməli idim, həm də üzr istəyirəm, Ramazan qüsulunu almadığım üçün bir gün gecikdim. Və orucu ikinci gündən başladım tutmağa. İndi mən bilmək istəyirəm, mən birinci gün orucu tutmadıımsa, bunun hər hansı bir cəzası, kəffarəsi nə qədərdir, neçə gündür? Bir günü bir gündür, yoxsa bəzi insanlar deyir ki, bilərəkdən birinci günü tutmamısansa, bir günə görə 60 gündür kəffarəsi. Zəhmət olmasa onu mənə deyərdiniz də. Allah razı olsun, minnətdaram, var olun. Allah razı olsun. Elə təbəssüm üçün deyim, bilirəm 100 minlər deyil, milyonlar var. İftara doğru bizi izləyirlər. Dünən mən canlı efirdə dedim, İmsaka da orada, biz buradayıq, biz getmirik, Space televiziyasındayıq, ustad biləsiniz. Dedim, valla gəlin özünüzə zülm etməyin. O bir günün ki, gedib 60 gün tutacaqsınız, yaxşısı odur ki, orucunuzu tutun. Buyurun ustadım, bir təbəssüm üçün söylədim. Bəli. 60 günlük kəffarə cəzası başlanmış bir orucu qəsdən pozanlar üçündür. Burada hətta bir nüans da var. Qəsdən pozmadığımız, çünki sağlamlıq və ehtiyac səbəbi ilə pozmağa da kəffarə 60 gün düşmür. Hər hansı bir ehtiyac, zərurət səbəbi ilə pozduğunda ona günə-gün qəza düşür. Bu birinci günü başlanmış bir orucu pozmadığına görə, daha əvvəlcədən həkimə gedəcəyinə görə, əvvəlcədən o günü tutmaması ona qəza səbəbdir və bu bir gün, günə-gün Ramazan ayından sonra bir gün qəza orucu tutaraq həmin borcunu ödəmiş olar. Təşəkkür edirəm. Mükəmməl bir cavabda. YouTube kanalımıza yazırlar ki, salavat gətirdikdə necə? Allahumma səlli deyirik, yoxsa səlli? Salavat gətirdiyimiz zaman Allahümme salli, sa ilə. Çünki ərəb dilində 3 s var. Hərflərin dəyişməsi ilə mənalar dəyişər. Sadır, sədir və pəltəkthədir. Buradakı sadır. Buna diqqət etmək yaxşı olar. Allahümme salli, sa ilə deyəcəyik. Salavatın ən çox harada gətirilməsi bəyan eləndir? Quran-ı Kərimə görə Peyğəmbəri andığınız hər yerdə salavat gətirmək, hətta bir məclisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin adı keçdiyi yerdə bir dəfə salavat demək, onu anmaq vacib olar. Ondan sonraki adı keçən yerlərdə isə müstəhəbdir. Desə də olar, deməsə də olar. Amma bir dəfə onun adı keçdiyi zaman, çünki ən yaxın dost bizə odur. Elədir. Allahdan sonra ən yaxın dost odur. Sevən sevdiyinin sevən sevdiyinin bərabəridir. Nə qədər sevərsən, o qədər sevilərsən. YouTube kanalımızdan arzu olaraq yazırlar. Bu suallar kütləviləşibdir. Oruçluqda qurban kəsmək. Kiminsə hər hansı bir nəzir qurbanı, əqiqə qurbanı, şükür qurbanı kimi qurban niyyəti varsa, onu bəli, istədiyi vaxt kəsə bilər, oruçluqda kəsərək iftar süfrəsi edərsə daha gözəl olar. Elədir, haqq sahiblərinə, ehtiyac sahiblərinə də çatdırarsa, bu lab üstün olar. Nə qədər vaxtımız var azana? Birini qəbul edək, mən istəyirəm ustadımızdan istifadə edək ona görə. Tamam, buyurun. Hər vaxtınız xeyir, hörmətli İnam verilişinin kollektivi. Doğrudan da sizin verilişiniz maarifçilik baxımından çox dəyərlidir, çox qiymətlidir. İnsanlarımızı maarifləndirmək qüdrətindədir və sizin verilişinizə baxa-baxa nə qədər insanlarımız oruç tuturlar. Mən çox istərdim ki, sizin komandanız namaz haqqında da, namazın vacibliyindən, fəzilətindən söhbət açsınlar və xalqımız, insanlarımız
bundan bəhrələnsinlər, maariflənsinlər. Çox sağ olun. Allah razı olsun. Biz minnətdaram bizə, komandamıza verdiyi dəyərə görə izləyicimizə. Dəyərlər Əhməd müəllim, hər zaman Qəzənfər müəllim dəyər verməyi bacarır. Bəli. Mən də belə dua edirəm. Bizim haqlı mücadiləmizə, bu maarifləndirmə işimizə təkan verənlərlə bərabər 10 minlərlə təşəkkür yazan, səsli mesaj göndərən izləyicilərimizə də deyirəm ki, Allah da sizi öz dərgahında dəyərli olanlardan qərar versin. Bu arada xanım redaktor, onsuz da növbəti mövzumuzun birini namaza həsr edəcək. Dərhal növbəti sual. Axşamınız xeyir, İnam proqramında oturan Seyid Cəmal, oradakı qonaqlar. Ramazan bayramı münasibətilə təbrik edirəm sizi. Mənim bir açıqlama istəyirəm. Yas mərasimlərində şəkərbura verirlər. O düzgündür o. Hamımıza can sağlığı. Təşəkkür edirəm. Onsuz da bizim yas məclislərimiz toy məclislərinə qarışıb. İsraf o həddə gəlib çatıb ki, bəzi yas məclislərində əgər ora yasa getdiyimizi unutsaq, oranın toy süfrəsindən ibarət olduğunu görərik. Bununla bağlı da mövzular işləmişik, sizinlə də bağlı, digər ilahiyyatın müəllimləri. Amma düşünürəm, Ramazanda sırf israfla bağlı da, çünki iftar süfrələri də israf başa alıb gedir. Bu mövzundan biz bağlı danışdıq. Bəzi şəbəkələr formalaşıb ki, öz bizneslərini Ramazanda qurublar, menyular, restoranlar, 80 manata, 120 manata menyular təqdim olunur, iftar süfrəsi. Mən deyirəm, bəzən onlar, elə Allah izləyicimizdən razı olsun, deyirəm, onlara deyiblər ki, Ramazan ilahi fürsət ayıdır. Onlar elə bilirlər ki, onların şəxsləri üçün fürsətdir. Yəni, günahdır, bunu da etməsinlər bu arada deyirəm. İnanın, günahdır, bunun bədəli çox ağırdır. Buyurun, ustadım. Bəli. Sualda yas məclislərində şəkərbura soruşuldu. Əlbəttə, şəkərbura bir nemətdir. Ancaq əsas orada nəyə diqqət etmək lazımdır? Şəkərburanın özünü yas məclislərində verilməsi, bu dinən bir qəbahəti yoxdur. Ancaq diqqət edilməsi lazım olan əsas şey var ki, Ramazandır, oruçluq aydır, əksəriyyət oruçludur. Ümumiyyətlə, Ramazan bir mədəniyyətdir. Elədir. O mədəniyyətə müvafiq orada əməl etmək lazımdır ki, Ramazan ayında demək ki, ehsan vermək nə dərəcədə düzgündür? Olmaz. Bu mədəniyyətə ziddir. Ramazan ayında ehsanlar süfrəsiz, Quran ehsanı ilə olar, dua ehsanı ilə olar. Süfrəsiz olmalıdır. Ona görə də süfrə açmaq doğru deyil. Bu mədəniyyəti təkmilləşdirmək, əslinə uyğun etmək lazımdır. Hətta əsası deyim ki, az əvvəl çox gözəl dediniz ki, toyun ab-havası ilə yasın ab-havası özünə görə, özünə xas olmalıdır. Toylarda bəli, yeyib içmək toylara məxsusdur. Ancaq yas məclisləri süfrəsiz olmalıdır. Buna diqqət etmək lazımdır. Yasın da, xeyrin də, şərin də bir ədəbi var da, ustad. Yəni, biz o ədəbi israfla, büsbütünlüklə Allahın rizası deyil. Qonşunun, elin, obanın nə deyəcəyinə dayanmışıq. Bunu deyim, dərhal sualı qəbul edərik. Bizim çox yaxından tanıdığımız, ictimai rəydə daim dəyərlərlə bağlı fikir bildirən bir dostumuzun atası rəhmətə getmişdi. Mən getdim, orada gördüm ki, adam 3 adda yemək verir. Mən dedim, axı biz nümunə olmalıyıq. Çünki münasibətimiz o qədər doğaldır, yaxındır ki, mən ona bildirməliydim bunu. Dedi ki, Seyidim, mən bunu etməyə məcburam. Yoxsa qoxu məqrabam, qonşular, rayonda hər kəs deyər ki, filan kəsin Bakıda yaşayan ki, oğlu var. Görürsünüz, xəsisdir, bunu etmədi. Mən dedim, yaxşı, Allah nə deyər? Dedi, o hesab ağırdı, onu bilirəm. Biz hesab gününə inandıqsa, biz axirətə iman gətirdiksə, axı onun hökmlərinə qarşı da gəlməməliyik. Təşəkkür edirəm. Çünki ölüyə ondan nəsə çatmayacaq. Bir də bir məsələ var. Bizə ihsan deyəndə ancaq Qəzənfər müəllim, Əhməd müəllim, ancaq yeyib içməyi nəzərdə tuturuq. Buna da toxunacağıq inşallah. Buyurun, xanım redaktor. Salam, hər vaxtınız xeyir olsun. Allah bütün oruç tutanların orucunu, namazlarını, dualarını qəbul eləsin inşallah. Mənim sualım belədir ki, əgər səfərə görə və yaxud səhhətə görə
Əgər oruç tuta bilmirsə insan və yaxud qəzaya verirsə, yəni bir günün qəzasına görə bir gün tutulmalıdır, yoxsa neçə gün tutulmalıdır? Təşəkkür edirəm. Xanım redaktor sualları ümumiləşdirir. İnanın, buna bənzər yüzlərlə sual var. İşimiz maarifləndirmədir. Buyurun. Əlbəttə bir günün qəzası günə gün bir gün olmalıdır. Əlavə ehtiyac yoxdur. Yəni üzürlü səbəbdən deyilsə. Əzanımıza 2 dəqiqə var. Onda bir sual qəbul edək. Salam, axşamınız xeyir olsun Seyidim. Sizi və komandanızı, dəyərli qonaqlarınızı salamlayıram. Allah sizdən razı olsun. Nə yaxşı ki varsınız, bu veriliş aparıb bizi maarifləndirirsiniz. Çox xahiş edirəm, sualıma cavab verəsiniz. Oruç tutub, oruclu halda qonaq getdiyin evdə oruc aça bilərsənmi? Deyirlər ki, orucu öz evində tutmusansa, öz evində də açmalısan. Qonaq getdiyin yerdə açarsansa, oruca xələl gələr. Doğrudurmu? Təşəkkür edirəm. Vallahi olmaz belə. Həqiqətən olmaz. Din adına iddia edən, insanların dini duyğularını istismar edənlər, o insanlara ayıb olsun ki, bu insanların dini duyğularını istismar edirlər. Qısa bir cavab istəyəcəm. Kehf suresinde böyle bir ayet var. وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٍ. Hakkında dəqiq məlumatın olmayan şeylerin ardına düşme. İnne sem'a vel basara vel fuada kullu ulaika anhuma, eşittiğin dediğin kalbin mesuldur ondan. Ona göre de bildiğini demesi lazımdır, bilen demesi lazımdır. Bilmeyen iddia etmemelidir. Suala gelince ise insan evinde başladığı orucu istediği yerde açabilir. İstediği mekanda. İstediği yerde Hava başladığı aç demek orucu harda istese başlayabilir, harda istese açabilir. İnşallah Rabbimizin sayesinde bir dəqiqə sonra biz de orucumuzu Allah'ın izniyle, dövlətimizin bize yarattığı bu himayeyle burada açacağıq. İnamın ışığında, canlı efirde. Azanımıza ne kadar var? Tamam, azanın vaxtıdır. Müəzzin, əziz izləyicilərimiz, Bakı vaxtı ilə, Elnur gəl, Bakı vaxtı ilə bir daha xahiş edirəm. Bakı vaxtı ilə azanın vaxtıdır. Bunu unutmayın. Ya Allah, Bismillah. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayye alassalah. Hayye alassalah. Hayye alel felah. Hayye alel felah. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Allah kabul etsin. Teşekkür ederim. Üstadım. Əzan vaxtıdır. Sevən sevdiyinə qovuşanda nə olar? Cavabı sizdən gəlsin. Buyurun. Allah'ım, senin rızan için oruç tuttuk. Sana inandık, sana güvendik. Senin ruzinle orucumuzu açırık. Ve sabahki oruca da niyetimizi edip senden ümid ederek Ramazan ayının bu evveli rahmet günlerinde ibadetimizi ederek bizden kabul eyle ya Rabbi. İlahi amin. Amin. Allah kabul etsin. Ekran karşısında bizimle beraber bütün oruç açanların Allah Teala orucunu kabul etsin. Bismillah. Buyurun.
kəsdir ki xoşbəxt kəsdir ki savab qazansın orucu namazı ibadet sensin Bəli, əziz və vəfalı inamsevərlər, Bakı vaxtı ilə bizimlə iftar açanlar, Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Digər vaxtlarda bizdən fərqli vaxtda, bölgələr üzrə oruc açacaq bütün bacı və qardaşlarımızın, övladlarımızın Allah oruçlarını, namazlarını qəbul etsin. Oruc açmayan, oruç tutmayan, namaz qılmayan, ancaq iftar süfrələri təşkil edən, yardımlaşan, paylaşan, şəhid qapılarını açan, qəhrəman qazilərimizi ziyarət edən, eləcə də ehtiyac sahiblərinin ehtiyacını ödəyən bütün soydaşlarımızın da etdiklərini Allah Taala öz dərgahında qəbul edib, həmin şəxslərin savabına yazsın. İndi isə sponsora keçid edək, sonradan Qəzənfər müəllimdən xüsusi olaraq xahişim olacaq. Ancaq ayrıca olaraq Respublikanın xalq artisti Samir Cəfərova, mənim gözəl, vəfalı qardaşıma da təşəkkür edirəm. Onun sədaları altında biz iftarımızı həm də açdıq azandan sonra. Ayrıca olaraq böyük ustad və bəstəkar Ramiz Mirişlini də rəhmət və dualarımla anıram. Buyurun, xanım redaktor. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət qalbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan qalbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət qalbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət qalbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət qalbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qalagram var. Bu qalagram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah ruzilərinə bol qərar versin. Bəli, ustadım, artıq iftar süfrəsində 100 minlər bizi izləyir. Allah hər birinin oruç və namazlarını qəbul etsin. Belə bir məqamda nə edərlər? Muğamı xatırladan ustad onların könül dünyasını fəth etsin gərək. İnşallah. Ya Allah, bismillah. Bayat Şiraz muğamı ilə onlara nə gözəl, özdə sizin ifanızda. Çox sağ olun. Aman 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 aman
Pembe dağ cünun içre nihamdır bedenim. Pembe dağ cünun içre nihamdır bedenim. Diri oldukça libasım budur, ölsem kefenim. Canı canan dilemiş vermemek olmaz ey dil. Ne niza eyleyelim onunla senindir ne benim. Taş deler rahim okuyor şehd lebin şövgünden. Ne ola zembur evine benzetse Beytül Hezenim. Yarayım Tıvgı zincir cünun daire-i devlettir. Tıvgı zincir cünun daire-i devlettir. Ne reva kim ben ondan çıkara zəfi tənim. Eşq sərgəşdəsiyəm, eşq sərgəşdəsiyəm, seyni sirişk içrə yerim. Bir hübabəm ki hevadan doludur pirəhənim. Bülbülü qəmzədəyəm, bağı baharım sənsən. Dəhənü qəddirxün qönçəb sərvü səmənim. Edəmən tərk-ü füzuli sərkuyi yarın. Vətənimdir, 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 vətənim. Yar 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 aman yar 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 aman 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 Vedat aman yarım aman aman ay aman 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 ay aman sen onun eşkiyle seni unuttum, sen unutmadın.
Yaşa məhəbbətim, yaşa ürəyim. O səni unuttu, sən unutmadın. Yaşa məhəbbətim, yaşa ürəyim. Yaşa məhəbbətim, yaşa ürəyim. Yaşa məhəbbətim, yaşa ürəyim. Çox sağ olun. Allah Sağ olun, səsinizə, var olasınız. nəfəsinizə, ruhunuza güc versin. Mən siz başda olmaqla sizi müşahidə edən ustadlara da ayrıca təşəkkür edirəm. Allah Çox sağ razı olun, olsun. var olasınız. Siz ifa edərkən Allah Yaqub Məmmədova rəhmət etsin. Ruhu şad Min olsun. rəhmət, min rəhmət. Daha çox xatırladım. Allah sizdən razı olsun. Var olun. Bu sənətimizi bizə bir ustadlarımız qoyub gedib. Bəli. Cabbardan, yəni tanıdıqlarımızdan Salam. özü bəri və son da magikanlardan biri Yaqub Məmmədov Elədir. olub. Allah rəhmət eləsin dünyasını dəyişənlərə, Xan Şunski, Cabbar Qaryağdıoğlu, Seyid Şunski və müasirlərimizdən də bilirsiniz ki, Arif müəllim. Bəli, Allah ömür versin. Efir vasitəsilə salamlayırıq. Biz də salamlayırıq Bəli, ustadı. Alim Qasımov, Mənsum İbrahimov. Bizim, yəni Mənsum müəllim biraz cavan nəsildir, Bəli. amma alimdir nisbətən cavandır. Yəni mən də onların daxil, yaş həddi yaxındır. Maşallah, siz də cavansınız. Yəni biz bu muğamlarımızı qoruyub saxlayırıq. Keçmiş ənənəni qoruyub saxlayırıq ki, bu itib batmasın. Çünki bu beyindən beyinə köçür. Milli Konservatoriyada bunun yazısı da yoxdur. Yəni bari bir dəfə yazırsan biri oxunu, bir oxumağı yazırsan, ikinci dəfə o alınmır. Yəni bu beyindən beyinə şifahi ənənə olaraq köçürülür. Arzu eləyirəm ki, bizim də tələbələrimiz İnşallah bu yolu gələcəkdə qorusun, saxlasın ki, klassik üslub itməsin. Və biz bu günlərdə Yaqub Məmmədovu, Mütəllimovu, Hacı Babanı, Əli Baba müəllimi və əziz günlərdə gördünüz, vəsilə oldunuz, hər birini hamısını yad eləyirik ki, qoy ruhları şad olsun. Allah razı olsun sizdən. Biz onların yollarını davam etdiririk. Allah razı olsun. Bilirsiniz, mən deyirəm ki, ustad, o inamsevərlər üçün də maraqlıdır. Keçən dəfə Hacı Teyyub Aslanovla, onun da xidmətləri çoxdur. Deyirəm ki, muğam oxuya bilərsən. Mən bir irfan adamı kimi, yəqin bir mənəviyyat adamı olaraq, mənim də bir haqqım var, haradasa bir söz deyim. Deyirəm, amma muğam oxuyanın əxlaq adamı olması, o dəyərlərlə mənəvən silahlanması bütövləşir, vəhdət halında olanda. Bax, bu gün onu sizin simanızda ona görə deyirəm ki, muğamı xatırladan adam. Çünki o sözün ağırlığını bilirəm, idrak edirəm və ona görə deyirəm. Allah sizləri var etsin. Çox sağ olun. Çox düzgün qeyd edirsiniz. Muğam ifaçılarında xüsusi tərbiyədir, bir mədəniyyət var. Heç vaxt bizdən, muğam müəllimlərindən, muğam ifaçılarından nəsə bir xətakar bir şey əmələ gəlmir. Allah razı olsun. Eləmək mümkün deyil. İstəsəniz də edə bilməzsiniz. O ruhunuzda, canınızda və qanınızdadır. Allah qorusun. Muğam bir tərbiyədir. Bəli. Elə bu da tərbiyə, muğam da elə tərbiyə üsuludur. Belə deyə bilərik, Əhməd müəllim. Onda dayanmayaq. Bir sual qəbul edək. Buyurun. Salam, hər vaxtınız xeyir. Seyid, sizə bir sualım var. Zəhmət olmasa mənə bu sualın cavabını aydınlaşdırardınız. Çox xahiş edirəm. 80-cı illərdə mənim ata-nənəm həm oruç tuturdu, həm namaz qılırdı. Amma səhərlər o bizim indiki tutduğumuz imsak vaxtında olmurdu. Yəni o dan yeri söküləndə deyirdi nənəm o vaxtı. Yəni o da gecənin gündüzdən ayrıldığı bir vaxt. Yəni hardasa bizim vaxtla o vaxtın arasında mən fikir verirəm ki, məsələn bir saat elə bil məsafə var. Biz o vaxtdan bir saat tez orucumuzu bağlayırıq. Amma axşam vaxtı hava toranlaşanda iftarını açırdı. O bizim bu vaxtla eyni bir vaxtda gəlib çıxır. Bunu izah eləyə bilərdinizmi? Bu bizim tutduğumuz orucun vaxtı düzgündür, yoxsa o vaxt nənəmin tutduğunun? Çox xahiş eləyirəm, minnətdarım.
Çox unikal bir sonda ifadə cümlədən istifadə etdi. Bizim indi tutduğumuz yoxsa nənəmizin o zamanki tutduğu. Allah vəfat etmiş nənələrimizə, babalarımıza, valideynlərimizə rəhmət etsin. Onların axirətini xeyirli etsin. Rəbbim şəhidlərimizin məkanına cənnət qərar versin. Siz bildiniz izləyicimiz nəyə toxunur? Buyurun. Bəli. Hal-hazırda bizim tuttuğumuz oruç elmi imkanlarla bəli, dan yerinin ağarması və günəşin də batdığı vaxtların dəqiqliklə, hətta belə deyim, bəzən də o görürsünüz ki, imsakdan sonra namaz 10 dəqiqə geç verilir ki, o da ehtiyat vacibə görə. Ehtiyata görə davranılması müəyyənləşdirilir. Bizim hal-hazırki vaxtımızdakı dini məsuliyyətli, dini səlahiyyətli şəxslərin təyin etdikləri hal-hazırda bizə görə ölçüdür. O vaxt insanımıza, o vaxt ki dini... Nənəmizin ölçüsü necə? Nənəmizin ölçüsü də o vaxt ki dini səlahiyyətlərin ölçüsüdür. Ona görə də onların o vaxtki ölçüləri onlara görə dindir, ibadətdir, vaxtdır. Bizim də indiki demək ölçülərimiz bizə görə vaxtdır. Bunların arasını müqayisə etmək yox, keçmişdə var olduğuna şükür etmək lazımdır. Əksən, şükür də ədəbdəndir. Azərbaycan xalqı öz dəyərlərinə sadiqdir. Bir xalq o zaman məhvə sürüklənir ki, onun dəyərləri sıradan çıxarılır. Biz tarixdə bilirik, milli mənəvi dəyərlərini ayaqlar altına atan, unudan xalqların dövlətçilik ənənələri də sıradan çıxdı. Ona görə də o da maraqlıdır, deyir, nənəmin etdiyi doğrudur, yoxsa mənim? İkisi də doğrudur. Doğrudur, təşəkkür edirəm. Buyurun, xanım redaktor. Hər vaxtınız xeyirli uğurlu olsun, Ramazanımız mübarək olsun. Azərbaycan xalqı, dünya müsəlmanların bu bayramı qəbul olsun, orucu qəbul olsun, aslan iftarlarımız qəbul olsun. Mənim sualım qonaqlarımızadır. Mənim bu gün atam 44 gündür haqqın dərgahına qovuşub, haqq dünyasındadır atam. Mən bu gün atam üçün Quran oxutdurmağa getdim və getdim həmən o insan ki, Quran oxuyacaq insan məndən təmanna istəmədi. Çünki Quranın təmannası yoxdur dedi. İndi istəyirəm görüm hələ bir. Mən təmanna heç də bir şey vermədim. O da sıdq ürəklə almadı, istəmədi. Quranın onsuz da qiyməti yoxdur. Bu Allaha qurbanım, Allah da yazıb. Dedim görüm mənim duam, Quranım, ürəyimdən keçən Quran, atam üçün oxunan Quran qəbul olacaq, olmayacaq. Allah razı olsun, Allah atanızın axirətini xeyirli qərar versin. Allah vəfat etmiş bütün atalarımızın, analarımızın, ocaqdan köçmüşlərimizin, Allah Taala günahlarını keçib, axirətini xeyirli etsin. Bax, bu cür Quran oxuyanlar da var. Bəli. Yəni, Quranın dəyərini bilən, Quranın hökmlərinə hakim kəsilən, rəiyyət edən. Bu da sevindirici bir sual oldu. Hətta informasiya oldu. Çünki dünəndən yüzlərlə izləyicilərimiz Quran xətmi qarşılığında il-beyil haqqın qaldırıldığını bildirirlər. Təbii ki, ölkədə bəzi Quran tüccarları var, Quran dəllalları var. Bu mübarək ayda, Quran nazil olduğu ayda insanların dini duyğularını istismar edirlər. Bu tamam başqa bir mövzudur. Bir mövzunda inşallah Quranı həsr edəcəyik. Buyurun, cavablandın ustadım. Mütləq. Əlbəttə məqbuldur. Təmənnasız oxudulması daha gözəldir. Ancaq ki, övladımızın atası üçün özü oxusaydı daha da gözəl olardı. Bəzən bir Fatihəni belə insanlara tam anlada bilmirik. Üzr istəyirəm ki, əzizim, sən bir Fatihəni oxusan, bir fələqi nasıl belə oxusan, ayət-i kürsünü belə oxuyub desən ki, hətta Bismillahirrahmanirrahim belə deyib desən ki, bunu atamın axirəti üçün, günahlarının əfvi üçün mübarək səbəb qərar ver. Deyirlər, yox, molla deyir ki, kəndimizin mollası deyir ki, mütləq Yasin oxunmalıdır. Hətta Allahın və Peyğəmbərin adına Qəzənfər müəllim iddia edirlər ki, o Peyğəmbər belə buyurub ki,
Kur'anı oxuyun ki, o Kur'anın nəbzidir. Onda o ölən doğmanızın ruhu rahat olacaq. Rahat. Yəni bu da var. Çox təəssüflər olsun. Buna da münasibətiniz vacibdir. Çünki Kur'an ayıdır. Bəli. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ölənin dünya ilə bütün əlaqəsi kəsilər, ancaq onun sevabı davam ettiği 3 şey vardır. Bunlardan biri insanların xeyrinə, özü öldükten sonra da insanların istifade ettiği bir faydalı bir şey koyup gitmişse, bir eser koyup gitmişse bu bir. İkincisi ise hayırlı evlat. Bu hayırlı evlat nedir? Dua eden evlattır. Yani dua eden evlat, bu dua tekçe el açarak dua etmek yok. Aslında buradaki hayırlı evlat sözünden məqsəd insanlara faydalı olan bir evlat koyup gitmesidir. Onun her ettiği, her sözü, onun arkasından dediği her şey sevabı ile o ölene yazılar. Hatta ölen sevap ehlidir çünkü. İndi mevzu açıldı kısaca değil. Buyurun. Bukhari hadisidir. Bukhari hadisidir. Biri gelip Resulullah sallallahu aleyhi ve selleme deyir ki, ya Resulallah, inne ummi uftulitet nefsuha. Anam gefil dünyadan köçtü. Fe in tekellemet tesaddakat. Eğer anam öleceğini bilseydi, o elindeki ne varsa sədəqə vererdi ki sevap olsun. Malı mülkünü sədəqə verip dünyadan köçerdi. Feleha ecrun in tesaddaktu anha. Ey Allah'ın elçisi, eğer anamın yerine, onun əvəzinə mən sədəqə versem, onun adına mən sədəqə versem, sevabı ona gider mi? Açıkçıdır hədisdə. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, bələ. Elbette sevabı ona gider. Ona göre de ölen sevap ehlidir. Geride koyduklarını ister sədəqə vererek, ister kurban keserek, ister Kur'an okuyarak aldığı sevabı o ölüye bağışlaması elbette sevabı ona çatar. Ahirette o hadistir, əməl dəftəri bağlanmaz. Ona sevap hele de yazılmağa devam eder. Ona göre de evlat çalışmalıdır ki ilk növbədə özü okusun, özü sevabı hibe etsin, göndersin. Bacara bilmedi mi, onu bacarana kadar başkalarından da talep edebilir. Burada da təmənnasız olması daha güzeldir. Mən sizə ayrıca təşəkkür edirəm. Təkvirçi zihniyyətin daşıyıcılarına Azərbaycan İlahiyyat Üstünün kafedra müdürü, ilahiyyatçı alim Əhməd Niyazovun bu layiqli cavabına görə. Çünki çoxlu sayda şəhid ailələri var. Onlar çox narahat olurlar. Bəzi sosial şəbəkələrdə, bəzi xəbər saytlarında, hətta onlar televiziyalara da ayaq basıblar. Xüsusi olaraq Ramazan Ramazan ayı ərəfəsində Quranın ölüyə heç bir dəxli yoxdur deyirlər və şəhid doğmaları bundan, xüsusi olaraq şəhid doğmaları çox nigarandılar. Bu nigarançılığa son qoyduğunuza görə mən sizə minnətdaram. Bu dəyərləri ayaqlar altına alanların zərərsizləşdirilməsi dövlətin aidiyyəti qurumlarının üzərinə düşür. Amma mən düşünürəm ki, ideoloji baxımdan sistemli şəkildə fəaliyyətimizin nəticəsi öz bəhrəsini verəcəkdir. Allah sizdən razı olsun, var olasınız. Tələsmirsiniz. Allah razı olsun. Buyurun. Olsun, hər birinizi salamlayıram. Mənim sualım bu cürədir. Bildiyim qədər Quran 23 il müddətində nazil olmuşdur. Nazil olmuş surələrin ardıcılığı bugünkü mövcud əlimizdə olan Quranla üst-üstə düşmür. Bunun bir açıqlaması varmı? Qardaşımız hansı Qurandan danışır bilmədim, buyurun. Bəli, Quran-ı Kerim 23 il müddətdə inmişdir və bunun surələrinin ardıcıllığını Cebrail aleyhisselam Ramazan ayında Peygamber aleyhisselama Kur'an'ı dəfələrlə təkrar okuyarak Peygamber aleyhisselama bildirmiştir ve hemin Resulullah sallallahu aleyhi ve sellemin de sahabeye okuduğu ardıcıllıkla Kur'an sonradan elbette bir heyet karşısında kitaba köçürülmüştür. O Kur'an'ın cem olması meselesini
eğer demek mütalaa edilerse orada açıkça yazılıdır. Ancak bir cümlesiyle tamaşaçının bir cümlesini kabul etmirəm. Kur'an'ın bugünkü ardıcılığı o endiği ardıcılıkla üst üste düşmür değilmesi tehlikeli cümledir. Onu bir de istifade etmesi. Bence çobut yanlıştır. Çünkü Kur'an-ı Kerim'de Uca Allah özü buyurur ki İnne Hicr suresi 9. ayette İnne nehnu nezzelne zikra, bu Kur'an'ı biz indirdik, vahyi biz gönderdik. Ve inne lehu lehafizun, bu Kur'an'ı ebede kadar koruyacak olan da bizik deyir Allah. Yani Allah özü koruyur onu. Bu hiçbir zaman kıyamete kadar harfi bile değişebilmez. Onun himayetçisi de Rəbb özüdür. Özüdür. Bir sual da qəbul edək, sonra ustad sənətkardan vaxtımız varsa o ecazkar səsini eşitmək istəyir izləyicilərimiz. Buyurun. Hörmətli Seyyidimiz, salamlayıram sizi. Tutduğunuz oruçlar, tutduğunuz oruç və namazlarınızı Allah qəbul eləsin. Yanınızdakı oturan qonaqlarınızı salamlayıram. Allah oruçlarını qəbul eləsin. Allah arzularına, niyyətlərinə çatdırsınlar. Seyyidim, sizə çox böyük hörmətim var. Sizin verilişinizi mən çoxdan dinləyirəm. Əvvəllər də, indi də dinləyirəm. Heç bir günü ya səhər, ya axşamın keçirmirəm. Sizdən bir sual eləmək istəyirəm. Bizə evdə qulluq eləyən xanıma oruçdan onun savab payı varmı? Çünki səhər tezdən durur və qulluq eləyir evimin xanımına. Ona bu oruçdan savab düşürmü? Xahiş eləyirəm, cavablandırasınız. Çox artıq dərəcədə xahiş eləyirəm. Sağ olun. Allah oruçlarınızı, tutduğunuz namazları qəbul eləsin. Ya Allah, ya Rəbbim, ya Rasulallah. Çox təşəkkür edirəm Seyyidim sizə. Çox hədsiz. Bu layihəni açdığınıza görə bizi çox məlumatlandırırsınız, çox maarifləndirirsiniz. Buna görə sizə çox böyük təşəkkürüm var. Çox Allah razı olsun. Mən də sizə təşəkkür edirəm. Hörmətli izləyicimiz kimdirsə var olsun. Tək ona görə yox ki, mənə, lahiyyəmə və komandama təşəkkür edir, xoş söz deyir. Həm də görürsünüz, xanımının qeydinə qalan Azərbaycan kişiləri var. Bu da həqiqətən də çox təqdir olunasıdır. Xanımının savabını düşünən kişi elə soyunun da, vətəninin də, dövlətinin də mənafeyini düşünər. Buyurun ustadım. Bir hədis yadıma düşdü. Peyğəmbər əleyhissalam buyurur ki, Seyyidul qavmi xadimuhum. Bir məclisin ən dəyərlisi o məclisə xidmət edənidir. Elədir. Əlbəttə bu fəzilət baxımından, səvabca, yəni insana xidmətin bu dərəcədə Allah nəzdində böyük bir səvab olacağını bildirən hədisdir. Eyni zamanda orucluya xidmət etməkdə ayrıca səvabı vardır. Nə vaxt o orucdan ona da səvab olar? Özü belə deyərsə, ey Allahım, tuttuğumuz bu orucun misli səvabını bu bizə xidmət edən qardaşımıza da nəsib et deyərsə, o zaman əlbəttə. Sualdan məlum olur ki, bu niyyət onda var. Allah misli səvabını ona daha qismət etsin. Amin. Mükəmməl bir cavabdır. Bax, ona görə sevilirsiniz. İnamın ışığında 100 minlər sizi istəyirlər ki. Xanım redaktor, vaxtımız nə qədər var? Onda mən dərhal muğamı xatırladan kişidən, Qəzənfər müəllimdən iftar süfrəsində oturanların könül dünyasına bir daha müdaxilə etməsini istəyirəm. Buyurun, buyurun. Çox böyük məmnuniyyətlə. Allah razı olsun, var olun. Beynəlxalq Qadınlar Bayramı günüdür, sabahlardır. Yəni bizim əzizlərimiz, xanımlarımız başda birinci vitse-prezident Mehriban xanım olmaqla Allah ömür versin. Bütün xanımlarımızın hamısını səmimi qəlbdən təbrik edirəm və arzu edirəm ki, onların həmişə üzləri güllər olsun. Çünki Amin. bizim onlar başımızın tacıdır. Onlar bizim qeyrət qalamızdır. Allah razı olsun. Baş əyirəm bütün xanımlarımızın qarşısında və dünyada Azərbaycan xanımından da ətirli, şərafətli, namuslu, qeyrətli, belə onlardan da yüksək səviyyədə, bəli, fədakar, qəhrəman, mən başqa heç bir millətdə o qədər tanımıram. Təşəkkür edirəm. Ancaq Türkiyə məxsusdur. Maşallah. Sağ olun. Allah qorusun.
Gerçi mehabbet aleminin çok sefası var. Gerçi mehabbet aleminin çok sefası var. Her gara zülfe meyledenin min belası var. Aşık şikayet eylemez. Aşık şikayet eylemez. Her cövre sabreder. Pervane sanma, ateşe yansa nevası var. Aman 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 aman. Bedad aman aman hayda da hayda ya da. Her aşinaya söylemek olmaz vefası yok. Her aşinaya söylemek olmaz vefası yok. Çek imtihanı belki bir ehli vefası var. Koyma kadem diyar mehabbet belalıdır. Koyma kadem diyar mehabbet belalıdır. Ne imtidası var ne de ki intihası var. Koyma kadem Koyma kadem diyar mehabbet belalıdır. Ne iptidası var ne de ki intihası var. Aman ay aman 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 ay dadı bir dadı. Sabrle maney, sabrle gün keçire gerek ehli eşk olan. Hey, her dert olursa ahır bir gün devası var. Bir daş yürekli dilbere maney, bir daş yürekli dilbere çoktan vurulmuşam. Ne rehmi var, ne dostluğu var, ne edası var. Şairler içre sanma hünersizdi vahidi.
Vahid ne olsa da yine bil iddiası var. Ey yoldan geçenler ayak saklayın. Ey yoldan geçenler ayak saklayın. Sanmayın bir mezar güşesiyem ben. Hayatta bar veren neçe budağın. Torpaqda köküyem, rişəsiyəm mən. Aman, 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 aman ayda dibe dadı. Nazlı yarın kara gözü, nazlı yarın kara gözü. Heyran heyran bakar üzün, heyran heyran bakar üzün. Şeve saçar yanakları, yandırar bayrı düzün. Şeve saçar yanakları, yandırar bayrı düzün. Yaz olacağım bağlarda gezer, yaz olacağım bağlarda gezer. Kızıl gülden görmeler bezer, kızıl gülden görmeler bezer. Çiçekler bezeyer telinde, ne incelik var belinde. 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 Çox təşəkkür edirəm. Sağ olun, var olun. Sizlərə minnətdaram. Allah sizlərdən razı olsun. Mənə elə gəlir ki, 100 minlərin iftar vaxtında, inamın işığında onların könül dünyasını həqiqətən də tam cəsarətlə deyirəm, fəth etdiniz. Bu da böyük bir savabdır. Çox sağ olun, təşəkkür edirəm. Var Yaxşı olasınız. ki varsınız, bu veriliş var. Maarifləndirici bir verilişdir. Çox sağ olun. Görün, nə qədər savaba baxdınız ki, siz özlüyünüzdə bərabər bəli, baxdıq. bu muğamı da bu verilişdə işıqlandırırsınız. Çox sağ olun. Bəli, Allah sizdən razı olsun və arzu edirəm ki, bu davamlı olsun inşallah. İnşallah, nə qədər ki ölkəmizdə milli, mənəvi, dini dəyərlərimizin təsbikeşi Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı Qarabağın Fatih İlham Əliyev cənablarının şəxsən özüdür. Bu verilişin də himayətçisi elə odur. Bir gün mən olmayanda da bu verilişi vakf olaraq demişəm, qiyamətə qədər var olacaq. Vaxtımız bitir. Hər birinizə Əhməd müəllim, Qəzənfər müəllim, əziz qardaşlarım, təşəkkür edirəm. Gəldiniz, inamın işığında bizi tək qoymadınız. Allah da ailəcə sizi heç zaman tək qoymasın. Amin, cümləmizi. Əziz və vəfalı namsevərlər, iftara doğru bizə dəyər verərək bizi izləyən çox dəyərli izləyicilərimiz. Bilirəm, minlərlə suallar var. Ancaq söz verirəm ki, Allahın izni ilə imsaka doğru biz uzaqda deyirik, Space televiziyasındayıq. Saat 4-də yenidən canlı efirə gəlib, bu yenilməz inam komandası ilə sizlərin suallarını Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri ilə, ilahiyyatçı alimlərlə cavablandıracağıq. Allah sizinlə olsun. Allah oruç və namazlarımızı qəbul etsin. Oruç tutmayan, namaz qılmayan, bu aya ehtiram bəsləyən, rəğbət bəsləyən, iftar süfrələri təşkil edən, yardımlaşan, paylaşan hər kəsin etdiklərini də Rəbbim öz dərgahında ibadət qismində qəbul etsin. Bir də Allah onlara da oruz ibadətini həyata keçirmək üçün sağlam canla fürsət ehsan eləsin. Hər birinizi Allaha əmanət edirəm. Uca, əziz Rəbbimiz canımız, can, Azərbaycanımızı qorusun.